Salam hər kəsə. Bu iki məhsul velosipeddə və skuterdə istifadə edə biləcəyiniz bir çox xüsusiyyətlərə malik ikili fənərdir. Təqdim edirəm. Üstdə olan həm skuterdə istifadə edə biləcəyiniz, həm də velosipeddə istifadə edə biləcəyiniz arxa dönmə işıqlarıdır, eyni zamanda aydınlatmadır. Bu isə velosipeddə və skuterdə həm fənər kimi, həm kompüter kimi, həm də siqnal kimi istifadə edə bilərsiniz. İndi məhsullara keçək. Deməli, bu məhsulun qutusu budur və daxilində olan aksesuarları bu təkərə bağlamaq üçün bağlantısı, rezin, bu isə onun bu ventləri bağlamaq üçün xüsusi açarıdır. Siqnalın birləşdirilməsi üçün bu USB yerindən qoşursunuz rolda bərkitmə zamanı. Sonra deməli siqnalı və yaxud da bu fənəri velosipedə bağlamazdan öncə buradan keçirərək bərkitirsiniz. Sonra əgər nisbətən boşluq varsa bura yerləşdirib fənəri velosipedin qoluna bağlaya bilərsiniz. Sonra bu bağlantıları isə bunun daxilində batareya olur. Batareyada daxilində qurulu vəziyyətdə gəlir. Deməli, bu hissədən də bunu velosipedin diskindəki həmin bu fırlanan, yəni ölçmə cihazını quraşdırdıqdan sonra bunun da həmin diskdə fırlanan plastikin yanına bərkitmək yaxşıdır. Yəni, hər dəfə sürəti göstərəcək. Bu isə onun USB kabeli və əlavə xamutlar da var. Qoşmaq üçün isə buradan düyməni sıxırıq. Tam şarj etdikdən sonra burada tam dolmuş şarj işarəsini görürsünüz. Velosiped hərəkət etdikcə sürətini burada görmək olur və bir çox digər funksiyaları da buradan dəyişirsiniz. Digər yerlərdən isə funksiyaları dəyişirsiniz. Mərkəzdəki düyməsi isə fənərin özünü qoşur. Biri yaxın, biri isə uzaq üçündür. Və buradan da həm siqnalı, həm də fənərin özünü ayarlamaq olur. Digər məhsul isə velosipedin arxa dönmə işığıdır. Və pultu da var. Pultun da batareyada gəlir. Batareyası tam bir ildə bir dəfə dəyişmək kifayət edir. Burada onun bağlantısı və bir ədəd USB kabeli və pultu velosipedin və skuterin qoluna bağlamaq üçün xüsusi rezini gəlir. İstifadədən öncə pultu